Bu gün Azərbaycan Şərəfanlı kəndindəyik. Şəhid Muradın evindəyik. 5 illikdir qardaşımızın. Murad Əsədov Rüstəmoğlu'nun ev dönümüdür. Ora gəlmişik, ata-ananın yanına. Bugün Muradın timsalına bütün şəhidlərimiz Allah rəhmət etsin deyir. Uşaq şad olsun. Ata-anaya baş sağlığı veririk. Özünüz bugün boş bilib ata-ananın yanında olmağa, gəlməyə bir qürur veririk. Siz gec gəlmişsiniz, gecə oldunuz, gecədir. Həmmə Tez yok. bugün Murad qardaşımızın bu ocaqdan köçən il dönümüdür. Bu evdən çıxan axırıncı günüdür. Ona görə də atanaya baş sağlığı veririk. Allah sizə səbir versin, ruh şad olsun, Allah yer beşləsin. Amin. Muradın timsalına bütün şəhidlərimizə rəhmət edirik, arz edirik. Murad, onu deyim ki, evladın 2 övladdan biri olub, yeganə oğul evladı ki, ailə üçün ağır işçidir. Çox ağırdır ki, övlad işçisi. Ata, daha bir daha baş sağlığı veririk. Allah köməyiniz olsun. Allah sənin olsun. Buladın da, dayanın da. Allah topa ya özümü bir sümüğümü gəlsin, biləsiniz ki, içkinlikdən gözümü deyir olsun ki, içkin olmasın, ağlamaya yer olsun onda.